750 manatı qazandınız. 1500 manat üçün oynayacaq, bircə köməyiniz qalıb. Bu məbləği itirilməyən məbləğə çevirirsiniz. 1500 manat itirilməyən məbləğə çevrilir. Sual. ...1949-cu ildə Almaniya Federativ Respublikasının ilk kansleri kim olub? A. Ludwig Erhard, B. Willy Brandt, C. Helmut Schmidt, yoxsa D. Konrad Adenauer? Deməli bu İkinci Dünya Müharibəsindən sonra olan tarixdə ilk kansler. Helmut Schmidt. Helmut Schmidt mənim uşaqlıq dövrlərimə təsadüf eləyir. Onun adını eşidirdiniz, xəbərlə? Bəli, eşidirdim. Kansler Helmut Schmidt yadımdadır. O gözümün qabağına gəlir Helmut Schmidtin bütün obrazı. Sizin uşaqlığınızda dəqiq 49-cu ilə təsadüf etmiş. Xeyr. 70-ci illər. O zaman... Yuxarıda bundan da yuxarı. Yəni yadıma gəlir ki, Helmut Schmidt o dövrlərdə olmayıb. Ludwig Erhard, Willy Brandt, Konrad Adenauer. Dosta zəng eləyək. Son köməyimdən istifadə eləmək istəyirəm. Kimdən soruşacaqsınız? Hamlet müəllimdən. O sizin iş yoldaşınızdır? İş yoldaşım olub, indi Bakıda işləyir. Tarix müəllimidir. Bu faktı biləcəyinə əminsiniz? Əminəm, bilər. Yaşca sizdən böyüdü, kiçikdir? Kiçikdir. Yaşca məndən kiçikdir. Bilsə nə yaxşı olar? İnşallah, ümid eləyək ki, bilər. Yeganə xanım, bu halda Hamlet müəllimi yığmaqdan başqa əlacımız yoxdur. Bəli. Axşamınız xeyir Hamlet müəllim. Sizinlə danışan Fatihdir Milyonların şousundan. Bəli, buyurun Fatih müəllim. Axşamınız xeyir olsun. Mənimlə üz-üzə yeganə xanım əyləşib. Sizin keçmiş iş yoldaşınız. Bəli. Yeganə Hüseynli. Tamamilə doğrudur, ucardan. Və Bəli. bir sual vermişəm. Dedi ki, Hamlet müəllim olmasa cavab verə bilməyəcəm. Müsaitsiz? Bəli, buyurun Fatih müəllim. 30 saniyə vaxtınız var və həmin vaxt elə indi başlayır. Hamlet müəllim, 1949-cu ildə Almaniya Federativ Respublikasının ilk kansleri kim olub? 49-cu ildə AFR-in ilk kansleri. Ludwig Erhard. İlk kansler. Adenauer. Çox sağ olun, təşəkkür edirəm. Buyurun, uğurlar müəllim. Çox sağ olun, təşəkkürlər. Siz də bilirsiniz kimə zəng vurmaq lazımdır, ha? Cavabınız? D variantı Konrad Adenauer, son qərarım. D. Konrad Adenauer. Ola bilər ki, səhv edib. İnanıram ki, səhv olmaz. İnşallah düz olar. Əlbəttə düz deyil. Çox sağ olun.